Bismillah. Salam aleykum. Artıq sirkələrimiz süzülməyə hazır vəziyyətdədir. 40 gün, 50 gün müddət arasında fermentasiya prosesi keçdi. Anaerobik fermentasiya, hava ilə kimyəvi proseslər. Bu dövr keçdikdən sonra artıq görürsünüz ki, sirkə anası artıq bağlanıb. Sirkə anası maşallah qalındır, həm də ki görürsünüz necə də möhkəm sirkə anası bağlayıb. Bunlar süzüləcək, bir müddət gözlənəcək, ikinci süzülmə olacaq sonra. İnşallah onu da çəkilişini eləyəcəm. Yəni sirkənin keyfiyyətli olduğunu hardan bilə bilərsiniz? Baxın, təxmini 10-15 santim su üçün yer qalıb. Yəni qalan hamısı meyvədir. Bu, yəni meyvə nə qədər qatı olsa, nə qədər meyvə çox olursa, o qədər də keyfiyyətli olacaq deməkdir sirkə. Orada qızıl əhməd alması. Onun hələ müddətinə var. Biraz da hava ilə kimyəvi proseslər keçməlidir. Yəni təxmini 2 həftədən sonra inşallah bu da hazır vəziyyətdə olacaq. Yenə də çəkilişlər eləyəcəm süzülən zaman, süzüldükdən sonra.